Hal-hazırda artıq Power Query editor ilə bağlı müəyyən bilgiyə sahibik. Ən son yaratdığımız yeni sorğu üzərində əməliyyatlara başlayırıq. Bu dərsdə əsasən sütunlarla bağlı işlər görəcəyik. Həmçinin data modeli daha çevik tutmaq üçün hansı sütunları silməli və saxlamalı olduğumuza da toxunacaq. İlk olaraq ID sütununu seçə bilərik. Klaviatura üzərində sol və sağ düymələrə klik edib digər sütunlara da keçə bilərik. Bu datasetdə Location ID, Location, Time, Age Group sütunları yaxşı görünür. Lakin Age Group Start adlı sütun burada bizə lazım deyil. Çünki Age Group adlı sütunda həmin məlumat var. Onu silə bilərik. Bunun üçün iki seçimimiz vardır. Həmin sütun üzərində sağ klik edərək onu silmək mümkündür. Gördüyünüz kimi həmin sütun silinmiş oldu. Mən əməliyyatı geri qaytarıram. Həmçinin Home tabında Remove Columns deyərək buradan Remove Columns-ı seçib həmin sütunu biz silə bilərik. Remove Columns ilə yanaşı burada Remove Other Columns seçeneği də vardır. Hansı ki onun vasitəsilə biz seçdiyimiz sütunu saxlaya, digərlərini isə silə bilərik. Gördüyünüz kimi həmin sütun qalmış oldu, digər sütunlar isə silindi. Faydalı bir xüsusiyyətdir, lakin hal-hazırda buna bizim ehtiyacımız yoxdur. Burada Manage Columns hissəsində Remove Columns ilə yanaşı gördüyünüz kimi Choose Columns da var. İşarəyə klik etsək qarşımıza iki seçim çıxacaq. Bunlar Choose Columns, bir də Go to Columns'dır. Go to Columns klik edək. Məsəl üçün buradan Pop Total biz seçsək, o klik etdikdə həmin dataset üzərində Pop Total sütununu tapmış oldu. Və ya yenidən Choose Columns deyək, Go to Column deyək. Burada gördüyünüz kimi bir axtarış hissəsi var. Axtarış hissəsində biz istədiyimiz sütunun adını yazaraq da onu tapa bilərik. Bunun əsas faydası odur ki, datasetimizdə çoxlu sayda sütunlar ola bilər. Manual olaraq axtarmaq yerinə bu yolla sütunu seçmək daha əlverişlidir. Hazırda datasetdə silməli olduğumuz iki sütun var. Bunlar Age Group Start və Age Group Span'dır. Birinin üzərində klik edirəm. Sonra yenidən Choose Columns hissəsinə gedirəm. Choose Columns'dan Choose Columns'ı seçirəm. Gördüyünüz kimi qarşımıza belə bir pəncərə açılır. Silmək istədiyim sütunlar Age Group Start və Age Group Span olduğu üçün onları seçib ok klik edirəm və gördüyünüz kimi həmin sütunlar silindi, digər sütunlar isə əlimizdə qalmış oldu. Sütunların adlarına müəyyən düzəlişlər edə bilərik. Bunun üçün sütun başlığına 2 dəfə klik edib onun adını dəyişə bilərik. Məsəl üçün ilk sütuna biz Country ID yazsaq daha məqsədə uyğun olacaq. Sonraki sütunun adını Location deyil, Country qoymamız daha məqsədə uyğun olacaqdır. Country. Üçüncü sütunun Time əvəzinə biz Year olaraq dəyişdirək. Çünki əlimizdə illə bağlı olan məlumatlar var. Dördüncü sütunu biz burada arada Dress ala bilərik, Group yaza bilərik. Pop Mail, Population, Mail. Digər sütunu da hal-hazırda mən dəyişəcəm adını. Pop Female, Population Female olsun. Bir də Population Total olaraq bu sütunların adlarını biz dəyişə bilərik. Növbəti dərsdə görüşənədək.